Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız BİM 9 illik test vəsaitindən durğu şərhləri haqqında olacaqdır. Birinci sual. Tabisiz mürəkkəb cümlənin ümumilik və aydınlaşdırma bildirən tərkib hissələrini bir-birindən ayıran durğu işarəsi. Qoşa nöqtədir. Cavabımız olmalıdır D variantı. İkinci sual. Cümlədə hansı durğu işarələri qoyulmamışdır? İsim, sifət, say, fiil, əvəzlik. Bir sözlə. Demək, burada bir sözlə ümumiləşdirici sözdür. Və ümumiləşdirici söz burada həmcins üzvlərdən sonra gəlib. Yəni isim, sifət, say, fiil, əvəzlik həmcins üzvlərdir. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz gəlirsə, bir sözlədən əvvəl tiri, sonra da vergül qoymalıyıq. Əgər ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, həmin o ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoymalıyıq. Cavabımız olmalıdır B variantı. Üçüncü sual. Cümlədə hansı durğu işarələri qoyulmalıdır? Şair, səni ora hökmdarın hüzuruna çağırırlar. Şair xitabdır. Xitab olduğuna görə vergül qoyuruq. Səni ora. Burada hökmdarın hüzuruna əlavədir. Əlavədən əvvəl nə edirik? Tiri qoyuruq. Ora çağırırlar. Vergül və tiri. Cavabımız olmalıdır A variantı. Dördüncü sual. Aşağıda vasitəsiz nitqli cümlədə durğu işarələri hansı ardıcıllıqla qoyulmalıdır? Müdriklərdən biri müəllifin sözdür. Qoşa nöqtə qoyuruq. Dırnaq açırıq. Dırnaq açırıq. Düşmən təslim olmayanda onu məhv edərlər. Dırnağı bağlayırıq. Demişdirdən də əvvəl vergül, tiri qoyuruq. Demək, qoşa nöqtə, dırnaqlar və vergül, tiri. Cavabımız olmalıdır C variantı. Beşinci sual. Cümlədə hansı durğu işarəsi buraxılmışdır? Bir gün bu hökmdara döyüş papağı, dəbilqə lazım oldu. Burada bir gün bu hökmdara döyüş papağı, tiri qoyuruq. Çünki dəbilqə əlavədir. Cavabımız olur C variantı. Altıncı sual. Cümlədə hansı durğu işarəsi buraxılmışdır? Əsl ovlağa ceyran düzünə gəlib çatdılar. Ceyran düzünə əlavədir. Əlavədən də əvvəl tiri qoymalıyıq. Cavabımız olur A variantı. Yeddinci sual. Birində tiri işarəsi işlədilə bilməz. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz işləndikdə olur. Əlavə ilə aid olduğu söz arasında olur. Açıq sözü ilə sifətin azaltma dərəcəsi yaratdıqda tiri yox, defis işarəsindən istifadə olunur. Cavabımız C variantıdır. Dialoqlarda tiri işarəsindən istifadə olunur. Vasitəsiz nitqi müəllifin sözlərindən fərqləndirdikdə yenə tiri işarəsindən istifadə olunur. Cavabımız C variantıdır. 8-ci sual. Birində tiri işarəsindən istifadə olunur. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəldikdə, ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəldikdə qoşa nöqtədən istifadə edirik. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz gəldikdə tiridən istifadə edirik. Cavabımız B variantıdır. Sözün hecalara ayrılmasını göstərdikdə defis qoyulur. Tünc sözü ilə sifətin çoxaltma dərəcəsini yaratdıqda defis işlədilir. Qeyri sözü ilə yaranan mürəkkəb sözlərdə defis işlədilir. Cavabımız B variantıdır. 9-cu sual. Buraxılmış durğu işarələrini istəyir. Atam soruşdu. Qoşa nöqtə. Dırnağı açırıq. Ay Fərid. Vergül. Dünən bağı sulamısan. Dırnağı bağlayırıq və sual işarəsi qoyuruq. Demək, qoşa nöqtə, dırnaqlar var, vergül və sual işarəsi. Cavabımız olmalıdır Y variantı. 10-cu sual. Müəllim soruşdu. Qoşa nöqtə, dırnaq açırıq. Oğul, vergül. Niyə susursan? Sonda da sual işarəsi və dırnaq. Demək, buraxılmış durğu işarələrini istəyir bizdən. Qoşa nöqtə, dırnaqlar, vergül və sual işarəsi. Cavabımız D variantıdır. 11-ci sual. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Böyük şairlər, məşhur sərkərdələr, ağıllı hökmdarlar,
bir sözlə. İndi bir sözlədən əvvəl tire, bir sözlədən sonra vergül qoyuruq. Bir sözlə hamı həyatda qazandığı uğurlara görə anıya borclu olduğunu etiraf edirlər. Demək, burada nə etdik? 3 vergül və tirədən istifadə elədik. Böyük şairlər, məşhur sərkərdələr, ağıllı hökmdarlar, bunlar həmcins üzvlərdir. Ona görə aralarında vergüldən istifadə olunur. Bir sözlə həmcins üzvləri ümumiləşdirən ümumiləşdirici sözdür və ümumiləşdirici söz dedik ki, həmcins üzvlərdən sonra gələndə ondan əvvəl tire, ondan sonra vergül qoyuruq. Cavabımız olmalıdır. A variantı 3 vergül və tire. 12-ci sual. Tərkibində vasitəsiz nitq olan cümlədə hansı durğu işarələri buraxılmışdır? Demək, böyük mütəfəkkir, qoşa nöqtə, dırnaq açırıq. Daha doğrusu yox, burada yox. Böyük mütəfəkkir Hüseyn Cavid yazırdı, qoşa nöqtə. Əsri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir. Demək, burada qoşa nöqtə və dırnaqlardan istifadə olunur. Cavabımız A variantı. 13-cü sual. Cümlədə hansı durğu işarələri buraxılmışdı? O, axşam düşən kimi buraya, Kürün sahilinə gəlirdi. O, kim o? O, burada şəxs əvəzli idi. Kim sualına cavab verir. Özündən sonra da axşam gəlibdi. Nə düşən kimi? Axşam düşən kimi isim gəlibdi. Burada vergül qoyuruq, buraya tire qoyuruq, çünki Kürün sahilinə əlavədir. Vergül və tirədən istifadə olunubdur. Cavabımız olmalıdır. D variantı. 14-cü sual. Cümlədə hansı durğu işarələri buraxılmışdı? O, Elşadın evinə yazda ağaçlar çiçək açanda gəlmişdi. O, kim o? Kim sualına cavab verir. Özündən sonra da isim gəldiyinə görə vergül qoyuruq. Yazda ağaçlar çiçək açanda əlavədir. Ona görə yazda sözündən sonra tire qoyuruq. Vergül və tire. Cavabımız D variantıdır. 15. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Ev yiyəsinin bu səmimiyyəti hər kəsə qoşa nöqtə, Zeynəbə də, Rövşənə də, Ənvər kişiyə də birazdan sonra məlum oldu. Demək, qoşa nöqtə qoyuruq və 2 dənə vergüldən istifadə edirik. Qoşa nöqtəni ona görə qoyuruq ki, Zeynəbə də, Rövşənə də, Ənvər kişiyə də, bunlar həmcins üzvlərdir. Hər kəsə ümumiləşdirici sözdür. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəldiyinə görə qoşa nöqtə qoyuruq. Zeynəbə də, Rövşənə də, burada da sadalama intonasiyası var. Həmcins üzvlərin arasında vergüldən istifadə edirik. Cavabımız olmalıdır A variantı. 16-cı sual. Hansı cümlədə vergül düzgün qoyulmamışdır? Sənə inanıram, gözəl və mehriban dostum. Burada düzgündür. Gözəl və mehriban dostum xitabdır. Xitabdan əvvəl vergül qoyuldu. Bu, Xudafərin körpüsüdür. Bu, nə sualına cavab verir, özündən sonra da isim gəlir. Ona görə də vergül düzgündür. O kasıb yaşasa da mərd insandır. Kim o? O, kim sualına cavab verir, özündən sonra sifət gəlir, vergül qoyulmağı düzgündür. Yaşasa da, sa, şərt şəkil, üstə gələk da ədatı olanda orada da vergüldən istifadə olunur, düzdür. D variantında şübhəsiz modal sözdür. Modal sözün hər iki tərəfindən vergül qoyulur. Bu qələm mənə hədiyyədir. Hansı qələm? Burada bu hansı sualına cavab verir. Təyin vəzifəsindədir. Ona görə də vergüldən istifadə olunmamalıydı. Cavabımız olur Y variantı. 17-ci sual. Hansı cümlədə vergül düzgün istifadə edilmişdi? Düzgün istifadə edilmişdi. Paho, o ki qiyamət adamdır. Baxın, burada kidən sonra vergül olmamalıydı. Ki bağlayıcısında vergüldən istifadə olunur. Ki ədatında vergüldən istifadə olunmur. Və kinin bağlayıcı olduğunu necə bilirik? Ki bağlayıcıdırsa, özündən əvvəl gələn söz cümlənin xəbəri olur. Amma ədat olanda cümlənin xəbəri olmur. Burada səhvdir. O getdi, bir daha onu görmədim. Getdi. O kim o? Kim sualına cavab verir, amma özündən sonra feil gəlir. O şəxs əvəzliyindən sonra feil gəlirsə vergül qoymuruq. Bir daha onu görmədim. Burada da yenə daha vergül işarəsi qoymağa ehtiyac yox idi. Polad sınar, amma əyilməz. Amma bağlayıcısından əvvəl vergül qoyulmalıdır, sonra yox. O, Azərbaycan xalqının iftixarıdır. Kimdir Azərbaycan xalqının iftixarıdır? Kim o? O kim sualına cavab verir, özündən sonra da isim gəlir, ona görə də vergül qoymalıyıq. Gəncliyin səsidir, duyduğum bu səs. Duyduğum bu səs gəncliyin səsidir, burada vergülə ehtiyac yoxdur. Doğru cavabımız olur D variantı. 18.
Verilmiş cümlələrdən hansının sonunda mütləq sual işarəsi qoyulmalıdır? Mütləq, yəni sual cümləsi olmalıdır. Biz yeni ili Firəngizgildə qarşılayırıq. Nöqtə də qoya bilərik. Adi intonasiyadan deyilir. Buludlar qıpqırmızı alov kimidir. Nöqtə, nəqli cümlədir. Ramiz məsələnin cavabını Aysildən soruşdu. Nəqli cümlədir. Gördüklərini hamıya danışsana. Gördüklərini hamıya danış. Əmr cümləsidir. Nöqtə qoyuruq. Məgər bunlar da bizimkilərdir? Bax, burada sual qoymalıyıq. Çünki məgər sual ədatından istifadə olunubdur. Cavabımız olur Y variantı. 19. Vəlinin işi çox asan idi. Məktəblərə qəzet paylayırdı. Tabisiz mürəkkəb cümlənin tərkib hissələri arasında hansı durğu işarəsi buraxılmışdı? Burada demək, vəlinin işi çox asan idi. Qoşa nöqtə qoyuruq. Aydınlaşdırır. Fikri aydınlaşdırır. Buna görə də qoşa nöqtədən istifadə olunur. Cavabımız B variantıdır. 20-ci sual. Buraxılmış durğu işarələrinin işlənmə ardıcıllığını müəyyən edin. Azər düşündü. Düşündü, qoşa nöqtə. İndi yeni sətirdən gəlir deyə dialoq formasındadır. Tri qoyuruq. Görəsən, modal söz olduğuna görə görəsəndən sonra vergül qoyuruq. Aqil hara gedir? Sual cümləsidir. Sual işarəmizi qoyuruq. İşlənmə ardıcıllığını deyir. Birinci qoşa nöqtə qoyduq 2. Sonra tri qoyduq 1. Sonra vergül. Demək cavabımız olur B variantı. 21-ci sual. Hansı cümlədə o mübtədasından sonra vergül qoyula bilər? Qoyula bilər deyirsə, demək qoyula da bilər, qoyulmaya da bilər. Mütləq qoyulmalıdır deyəndə, yəni orada qoyulmama ehtimalı olmur. O işə məsuliyyətlə yanaşır. Elə bu olur. Biri var, deyirəm ki, o. Bunu şəxs kimi düşünürəm. Kim o? Bir də hər hansı bir başqa bir adamdır, o işə məsuliyyətlə yanaşır. Hansı işə? Cavabımız olur A variantı. O oxuyur. Demək, burada qoyulmur. O, kim o? Kim sualına cavab verir, özündən sonra feil gəlibdir. Ona görə qoymamalıyıq. O da bizim kimi həvəslə çalışır. Qoymamalıyıq, çünki özündən sonra bağlayıcı gəlib. Odan sonra bağlayıcı gələndə qoymuruq. D variantında da qoymuruq, çünki odan sonra ki ədatı gəlibdir. Y variantında da bağlayıcı gəlibdir, qoymuruq. Cavabımız A variantıdır. 22-ci sual. Hansı cümlədə vergül qoyulmalıdır? Səhər o binanın qarşısında rastlaşdıq. Burada qoymuruq. Hansı binanın? Mən o günlər özümü çox xoşbəxt sanırdım. Hansı günlər? Burada da qoymuruq. Bu isə özlüyündə ən mühüm hadisə idi. Bu, nə bu? Amma özündən sonra bağlayıcı gəlib, qoymuruq. Heç kəs əlinin xətrini mənim qədər istəyə bilməz. Burada da qoymuruq. Əlbəttə sözümüz sözdür. Əlbəttə sözündən sonra vergül qoyuruq. Çünki modal sözdür. Cavabımız Y variantıdır. 23. Hansı cümlədə vergül düzgün qoyulmamışdı? O ancaq sənə inanır. O, kim o? Kim sualına cavab verir? Amma burada ancaq sözü yalnızdan əvəz eləyirik. Yalnızdan əvəz eləyə biliriksə ədatdır və ədatdan əvvəl vergül qoymamalıyıq. Ümumiyyətlə, bağlayıcı belə olsaydı, yenə vergül qoymamalıydıq o-ya görə. Güləcəksən hər bir zaman Azərbaycan. Azərbaycan. Burada düzgündür, çünki Azərbaycan xitabdır. Ana, vətən çağırır, getməliyəm. Ana xitab olduğuna görə vergül qoyuruq. Vətən çağırır bir cümlə, getməliyəm bir cümlə. Vətən çağırır bir cümlə deyə vergül qoyuruq, getməliyəm hissəyə zanla deyilir, nidə qoyulur. Bu, dostumun bağışladığı kitabdır. Bu, nə bu? Bu, nə sualına cavab verir, özündən sonra da isim gəlir, ona görə vergül qoyuruq. Biz əlbəttə qalib gələcəyik. Əlbəttə modal sözdür, modal sözün hər iki tərəfindən vergül qoyulur. 24. Nümunədə bilavasitə vasitəsiz nitqlə bağlı buraxılmış durğu işarələrini müəyyən edin. Vasitəsiz nitqdən bağlı olan deyir. Səadət xanım uşağı çağırıb, qoşa nöqtə. Yeni sətirdən tri qoyuruq. Yeni sətirdən tri. Ay oğul, xitabda vergül qoyuruq. Dostların orada dayanıb səni gözləyirlər. Səni gözləyirlər. Niyə səni gözləyirlər? Vergül. Niyə yanlarına gedib oynamırsan? Sual işarəsi var. Dedidən də əvvəl tri qoyuruq. Demək, qoşa nöqtə, 2 dənə tri, 2 dənə də vergül. Cavabımız olmalıdır. Y variantı. 25. Bu, hansı əsas nitq hissəsinə mənsub söz nöqtələrin yerinə yazıla bilməz? Baxın, bundan sonra vergül var. Yəni, biz vergülə də fikir verməliyik.
Bundan sonra bu vergül qoyulursa, demək ki, mübtəda vəzifəsindədir. Say, zərf, sifət, isim gəlsə vergül qoyarıq. Amma əvəzlikdən sonra əvəzlik gələndə vergül qoymuruq. Cavabımız Y variantıdır. 26-cı sual. Aşağıdakı vasitəsiz nitqli cümlədə durğu işarələri hansı ardıcıllıqla qoyulmalıdır? Demək, mən o zamanlar Bayl mədənlərində fəhlə idim, dedi. Demək, mən o zamanlar Bayl mədənlərində fəhlə idim. Bu vasitəsiz nitqdir. Ona görə dırnaqda verilməlidir. Dedidən də əvvəl vergül tire qoymalıyıq. Demək, burada dırnaqlar, vergül və tire cavabımız olur B variantı. 27. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Meyvə ağaclarının budaqlarındakı yarpaqlar müxtəlif rənglərə, yaşıla, sarıya, qırmızıya çalırdı. Qoşa nöqtə və 2 vergül. Burada müxtəlif rənglərə ümumiləşdirici sözdür. Yaşla, sarıya, qırmızıya həmcins üzvlərdir. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəldiyinə görə nə etdik? Ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoyduq. Cavabımız B variantıdır. 28. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Ağ, sarımtıl ehramlar qədim Misir şahlarının fironların məqbərələridir. Ağ, sarımtıl. Burada sadalama var. Ona görə vergül işarəsindən istifadə olunur. Qədim şahların məqbərələridir. Fironların əlavədir. Əlavə olduğuna görə nə edirik? Fironların sözündən əvvəl tire işarəsi qoyuruq. Vergül və tire cavabımız olmalıdır A variantı. 29. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Gəmi yolunu azmış bir qədər sonra yaxınlıqdakı aysbergə, buzdağına dəyib deşilmişdi. Demək, burada gəmi yolunu azmış. Azmış nə gəmi? Deşilmişdi nə gəmi? Azmış və deşilmişdi. Xəbərlərdir, həmcinsdir. Ona görə azmış sözündən sonra vergül qoyuruq. Aysbergə dəyib. Buzdağına əlavədir. Əlavədən də əvvəl tire qoyuruq. Cavabımız olur D variantı vergül tire. 30. Hansı cümlədə durğu işarəsi düzgün qoyulmayıb? Uşaqlar, gəlin bu haqda heç düşünməyək. Burada durğu işarəsi uşaqlar sözündən sonra qoyulubdur. Uşaqlar xitabdır ona görə. Doğrudur, onun 50 yaşı heç olmazdı. Doğrudur, modal sözdür. Bu da düzgündür. Gəlsənə qoşqarı da qızılağaca öz kəndimizə aparaq. Demək, gəlsənə qoşqarı da öz kəndimizə qızılağaca aparaq. Burada vergül səhv qoyulubdur. Gəlsənə ədatdır. Ədatdan sonra vergül qoymamalıydıq. Bəli, hə, yox, xeyr, bu cür ədatlarda vergül işarəsi qoyulur, başqalarında yox. Ümumiyyətlə, mənim belə işlərlə aram yoxdur, bala. Ümumiyyətlə, nədir? Modal sözdür. Bala da xitabdır. Düzgündür. Ana, deyəsən onlar gəlir. Deyəsən modal söz olduğuna görə hər iki tərəfdən vergül qoyulur. 31. Bəzi ağaclar, məsələn, demək, məsələndən sonra qoşa nöqtə qoyuruq. Şam, küknar, vələs, palıd bu meşələrin yaraşığıdır. Demək, qoşa nöqtə, 3 vergül, bir də məsələn sözündən əvvəl bəzi ağaclar, məsələn, ümumiləşdirici sözdür, ümumiləşdirici söz. Əvvəl vergül qoyduq, sonra da qoşa nöqtə. Məsələndən əvvəl vergül, sonra qoşa nöqtə qoyulur. Qoşa nöqtə və 4 vergüldən istifadə olunubdur. Cavabımız olur B variantı. 32. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Gülnaz Azada yaxınlaşdı. Qoşa nöqtə. Demək, yeni sətirdən başlayır. Yeni sətirdən başladığına görə tire işarəmizi qoyuruq. Yazıq uşaq, deməli modal sözdür. Hər iki tərəfindən vergül qoyuruq. Səhərdən bir şey yeməyib, dedi. Dedidən də əvvəl vergül, tire qoyuruq. Qoşa nöqtə, 2 dənə tire, 3 vergül. Cavabımız olur Y variantı. 33. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Bir neçə yerdən səsləndilər. Qoşa nöqtə, yeni sətirdən tire, ağa müraciət edir. Ona görə vergül qoyuruq. Vallah düz deyir, hamımız o gündəyik.
Burada da vallah sözü nidadır. Nida olduğuna görə vallah sözündən sonra da vergül qoyuruq. Düz deyir. Düz deyir. Yəni o düz deyir. Mürəkkəb cümlə olduğuna görə arada deyir sözü, yəni ağa vallah düz deyir. Bu bir cümlə. Hamımız o gündəyik. Bu da bir cümlə. Ona görə arada vergüldən istifadə olunmalıydı. Cavabımız qoşa nöqtə, tri və 3 vergüldür. Cavabımız Y variantıdır. 34. Hansı cümlədə vergül düzgün qoyulmuşdu? Arvad, sən yenə kəsadan danışırsan. Burada yenə sözündən sonra yox, arvad sözündən sonra vergül qoyulmalıdır. Heç kim o qəlbə qıyıb hökm etməz. Burada odan sonra vergül qoyulmamalıydı. Hansı qəlbə? Aza olmaz, bir də olmaz. Mən ki sənin barəndə pis söz deməmişəm. Ki ədatdır. Dedik ki bağlayıcı olanda vergül qoyuruq, ədat olanda vergül qoymuruq. Ki bağlayıcıdırsa özündən əvvəlki söz xəbər vəzifəsində işlənir. Halbuki bağlayıcısından sonra vergül qoyulmaz. Halbuki cümlənin ortasında olarsa əvvəl vergül qoyular. O ziyafətlərə mələksiz getməyi xoşlar. Xoşlar kim o? O kim sualına cavab verir, özündən sonra da isim gəlir, ona görə də cavabımız olur Y variantı. 35. Verilən cümlədə hansı durğu işarəsi buraxılmışdı? Tək bir nəfər, Təftiş Abbas burada, yaxında idi. Demək, burada tək bir nəfər, Təftiş Abbas əlavədir, ona görə tri qoyduq. Tək bir nəfər burada idi. Yaxında yenə əlavədir, ona görə tri qoyduq. Cavabımız olur A variantı, yəni 2 tri. 36. Verilən cümlədə hansı durğu işarələri buraxılmışdı? Təftiş Abbas qayıdıb onun Səmədin bayaq oturduğu yerdə arxın qırağında oturdu. Təftiş Abbas qayıdıb onun bayaq oturdu. Elə bil ki, Səmədin sözü əlavədir. Bayaq oturduğu yerdə oturdu. Səmədin bir də arxın qırağında əlavədir. 2 dənə əlavə var, demək 2 dənə trevi var. Cavabımız A variantıdır. 37. Verilmiş cümlədə hansı durğu işarələri buraxılmışdı? Yığımda irəli gedənlərin zərbəçilərin adlarını qırmızı, irəli gedənlərin zərbəçilərin əlavədir, ona görə tremizi qoyaq. Adlarını qırmızı, geri qalanların, tənbəllərin yenə əlavədir, tremizi qoyaq. Qara lövhəyə yazdılar. Demək 2 tre və vergüldən istifadə olunubdur. Cavabımız olur A variantı. 38. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Ağlı kişi qolu Koroğlu dastanının başlanğıcıdır. Birinci qoludur. Demək, burada Ağlı kişi qolu Koroğlu əsər adıdır. Koroğlu dastanının başlanğıcıdır. Koroğlunu dırnaqda veririk. Birinci qolda əlavədir. Əlavə olduğuna görə birinci qoldur ifadəsindən əvvəl də tre işarəsindən istifadə edirik. Dırnaqlar və tre. Cavabımız olmalıdır D variantı. 39. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Bir yüngülvari müqəddimə Danabaş kəndinin əhvalatları povestinin başlanğıcıdır. Proloqdur. Proloq əlavədir. Ona görə proloqdan əvvəl tre qoyduq. Danabaş kəndinin əhvalatları povesti adlı onu da dırnaqda verdik. Dırnaqlar və tre. Cavabımız olur Y variantı. 40-cı sual. Verilən cümlədə hansı durğu işarələri buraxılmışdı? Təəssüf ki, onu keçmiş sinif yoldaşını tanımadı. Təəssüf ki, vergül onu tanımadı. Onu sözündən sonra da tri. Təəssüf ki, modal sözdür. Ona görə vergülümüzü qoyuruq. Keçmiş sinif yoldaşını da əlavədir. Əlavədən əvvəl də tri işarəsi qoyuruq. Vergül və tri. Cavabımız olur C variantı. 41. Nümunədə hansı durğu işarələri buraxılmışdı? İlin bu vaxtında, yəndən əvvəl vergül qoyuruq. Yəni oktyabr ayında adətən havalar soyuyur. Yəni bağlayıcı olduğuna görə, yəni bağlayıcısından əvvəl vergül qoyulur. Adətən də modal söz olduğuna görə hər iki tərəfindən vergül qoyulur. Cavabımız D variantıdır. 42. Cümlədə buraxılmış durğu işarələrini müəyyən edin. O otaqdakıları, yəni köhnə sinif yoldaşlarını tanımadı, birbaşa tribunaya qalxdı. Burada o, kim o? Otaqdakıları, yəni köhnə sinif yoldaşlarını tanımadı, birbaş tribunaya qalxdı.
O kim sualına cavab verir, özündən sonra da sifət gəlir, ona görə vergül qoyuruq. Yəni bağlayıcıdır, bağlayıcıdan əvvəl vergül qoyuruq. Tanımadı, kim o? Qalxdı, kim o? Tanımadı, qalxdı. Bunlar da həmcinsdir. Tanımadı intonasiya eləyirik, fasilə eləyirik, ona görə vergül qoyulur. 3 vergül cavabımız olmalıdır. Y variantı. 43. Cümlədə buraxılmış durğu işarələrini müəyyənləşdirin. İndi o, kim o, vergül, 4-cü, yəni sonuncu məktubunu yazırdı. Çox həyəcanlı idi. İndi o, odan sonra vergül qoyduq. Yəndən əvvəl yenə vergül qoyuruq. Yazırdı. Həyəcanlı idi. Yazırdı və həyəcanlı idi. Bunlar da həmcinsdilər. Ona görə yazırdı sözündən sonra da vergül qoyduq. 3 vergül işarəsi cavabımız olmalıdır. D variantı. 44. Verilmiş cümlədə buraxılmış durğu işarələrini müəyyən edin. Bu çay, bu torpaq, bu elektrik stansiyası, bu qayalar, bunların hamısı mənə nə isə xatırladırdı. Demək, bu çay, bu torpaq, bu elektrik stansiyası, bu qayalar, bunların hamısı ümumiləşdirici sözdür. Ümumiləşdirici sözdən, həmçinin sözlərdən sonra gəlib deyə tre qoyuruq. Bunların hamısı mənə nə isə xatırladırdı. Demək, 3 vergül və 1 tredən istifadə olunmuş oldu. Cavabımız C variantıdır. 45. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Günəş atmosferi 3 təbəqədən, qoşa nöqtə, fotosfer, xromosfer və tacdan ibarətdir. Demək, burada 3 təbəqədən fikrini açır. Fotosfer, xromosfer, yəni ümumiləşdirici sözdür. 3 təbəqədən ümumiləşdirici sözdür. Fotosfer, xromosfer, bunlar da həmçinin sözlərdir. Ona görə qoşa nöqtə və vergüldən istifadə olunur. Cavabımız olur A variantı. 46. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Təqvimin 3 növü, qoşa nöqtə, ay, günəş və günəş təqvimi məlumdur. Demək, 3 növü sadalayır, ona görə qoşa nöqtəmizi qoyuruq. Ay, günəş. Bunların arasında da neynilik vergül işarəmizi qoyuruq. Qoşa nöqtə və vergül cavabımız olmalıdır. C variantı. 47. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Təkcə Qurban əmi hərəkətdə idi. Demək, qoşa nöqtə, ortalıqda od alov yağmurunun altında o yan bu yana gedib gəlirdi. Ortalıqda od alov yağmurunun altında bu nədir? Əlavədir. Ona görə tire işarəsindən istifadə olunur. Yəni bu cümlə aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir, elə qoşa nöqtəmizi də ona görə qoymuşduq. Cavabımız oldu A variantı. 48. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Şəhərdə, qəsəbələrdə, kəndlərdə, hər yerdə seçkilərə ciddi hazırlıq gedirdi. Demək, şəhərdə, qəsəbələrdə, kəndlərdə, hər yerdə nədir? Ümumiləşdirici sözdür. Ümumiləşdirici sözdən əvvəl tire işarəsi qoyulur. 2 vergül və tire. Cavabımız olmalıdır D variantı. 49. Cümlədə hansı durğu işarələri buraxılmışdı? Uşaqlar, qadınlar, qocalar hamı izdihama qoşulmuşdu. Uşaqlar, qadınlar, qocalar həmçinin sözdür. Hamı sözdə ümumiləşdirici sözdür. Demək, burada 2 vergüldən və 1 tirədən istifadə olunmuş olur. Cavabımız Y variantıdır. 50. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Paşa üzünü ona sarı tutub, qoşa nöqtə. Yeni sətirdən tiri. Uzun əhvalatdır. Ata, xitab olduğuna görə atadan əvvəl vergül. Dedi, ortada olduqda. Demək, özündən əvvəl vergül tiri, özündən sonra da vergül tiri. Gedən gündən başım yaman qarışıq idi. Demək, indi görək hansı durğu işarələrindən istifadə elədik. Qoşa nöqtə, 3 dənə vergül, 3 dənə də tiri. Cavabımız olmalıdır B variantı. 51. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Qüdrət dedi. İndi qüdrət dedi deyəndə qoşa nöqtə qoyuruq. Çünki dialoq formasındadır. Yeni sətirdən fikir başlayır. Yeni sətirdən tiremizi qoyuruq. Gedək bizə usta, qəm yemə.
Demək, 51-ci sualda qoşa nöqtə, 1 tire və 2 vergül işarəsindən istifadə eləmiş olduq. Cavabımız olur A variantı. 52. Buraxılmış duruq işarələrinin düzgün ardıcıllığını müəyyənləşdirin. Ata həyəcanla qoşa nöqtə. Yeni sətirdən tiremizi qoyuruq. Oğlum xitabdır, ona görə vergül qoyuruq. Tapşırığı yerinə yetirərlər, dedi. Dedidən də əvvəl yerinə yetirərlər. Dedidən əvvəl demək, burada ata yüksək həyəcanla dediyinə görə yetirərlər. Nida və tire qoyuruq. Dedidən əvvəl adətən vergül tire qoyuruq, amma cümlənin növünə görə dəyişə bilər. Burada indi həyəcanla dediyinə görə nida işarəsindən istifadə olunmuş olur. Demək, birinci qoşa nöqtə, yəni ki 3. Daha sonra tire 2. 3-2. 3-2 ardıcılığı da gəlir Y variantında. 53-cü sual. Buraxılmış duruq işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Cavid acıqlandı. Qoşa nöqtə qoyuruq. Yeni sətirdən tire. Qardaşım heç kim fərqləndirilməyəcək. Sonda da demək, indi nida işarəsi də ola bilər. İndi gəlin ardıcılığı qoyaq görək. Birinci qoşa nöqtə gəlsin 3. Sonra tire gəlsin. Qoşa nöqtə, tire, 3-1. Demək, sonda nida qoyacaq. 3-1. Çünki acıqlandı. Burada da həyəcanla demiş olur. Sonda da tire işarəsi qoyuruq. Qoşa nöqtə, tire, daha doğrusu nida işarəsi qoyuruq sonda. Vergül və nida. Cavabımız olmalıdır B variantı. 54. Nümunələrin birində həm vergül, həm də tire işarəsi buraxılmışdı. İndi çoxları bu cür sənin kimi fikirləşmir. Bu cür fikirləşmir. Bax, bu sənin kimi nədir? Əlavədir. Ona görə burada bu cürdən sonra tire işarəsi qoyuruq. Biz bugün xeyli 300 burada əlavədir. Xeylidən sonra tire işarəsi qoyuruq. Nihat yenə irəlidə rəqib meydançasındadır. Rəqib meydançasındadır əlavədir. Ona görə irəlidə sözündən sonra tire işarəsi qoyuruq. O həyəcanla, xüsusi bir təşviş hissi ilə danışırdı. Kim o? Odan sonra vergül qoyuruq. Həyəcanla danışırdı. Xüsusi bir təşviş hissi ilə nədir? Əlavə olduğuna görə tire qoyuruq. Cavabımız D variantıdır. Mən ailəmlə bu binada düz 10 il yaşamışam. Mən ailəmlə bu binada düz 10 il əlavədir. Ona görə çoxdan sonra tire qoyuruq. Demək, cavabımız oldu D variantı. 55-ci sual. Müəllifin nitqinin vasitəsiz nitqlə növbələşməsində durğu işarələri əsasən hansı ardıcılıqla qoyulur? Müəllifin nitqi və vasitəsiz nitq növbələşirsə. Demək, birinci müəllifin nitqi. Müəllifin nitqi olanda dırnaqdan başlayırsa o vasitəsiz nitqdir. Olmaz. Dırnaq olanları çıxaq. Müəllifin nitqindən sonra qoşa nöqtə qoymalıyıq. Qoşa nöqtədən başlayaq. Qoşa nöqtə. Müəllifin nitqi, sonra vasitəsiz nitq. Sonra vasitəsiz nitqdirsə dırnaq, vergül tire, bax D variantındakı qayda. Qoşa nöqtə yəni nədir? Müəllifin sözüdür. Dırnaq açırıqsa vasitəsiz nitq başlayır. Vergül tirenin arasında yenə müəllifin sözüdür, dedidir. Sonra yenidən də vasitəsiz nitq və cümlə bitir. Cavabımız olur D variantı. 56-cı sual. Balaca qız hərdən deyir. Burada qoşa nöqtə qoyuruq. Yeni sətirdən tire. Anacan. Vergül. Soyuqdan öldüm. Bəs bibim evinə nə vaxt çatacaq? Sonda da soyuqdan öldüm vergül. Bəs bibim evinə nə vaxt çatacaq? Sual işarəsi.
qoşa nöqtə, tri, 2 vergül və sual işarəsi. Cavabımız olmalıdır Y variantı. 57-ci sual. Vaqifi şübhələndirən o idi ki, Burnaşov Gürcüstana bir nəzərlə, Qarabağa isə başqa nəzərlə baxırdı. Demək, burada 2 vergüldən istifadə olunur. Vaqifi şübhələndirən o idi ki, 2-dən sonra vergül qoyuruq. Səbəbi odur ki burada bağlayıcıdır. Nə idi? O idi. 2-dən əvvəlki söz xəbər vəzifəsindədir. Yəni, tabeli mürəkkəb cümlədir. Burnaşov Gürcüstana bir nəzərlə, Qarabağa isə başqa nəzərlə baxırdı. Arada fasilə olmalıdır. Həmçinin sözlərdir, vergül qoyulur. 2 vergüldən istifadə olunur. Cavabımız oldu B variantı. 58. Prokuror dəstəyi telefonun üstünə qoyub, demək, qoyub. Burada nə edirik? Qoşa nöqtə qoyuruq. Yeni sətirdən tri, professordur dedi. Dedidən əvvəl vergül tri, dedidən sonra vergül tri. Sizi soruşurdu. Demək, hansı işarələrdən istifadə elədik? Qoşa nöqtə, 3 tri və 2 vergül. Cavabımız olmalıdır C variantı. 59. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Professor qolundakı saata baxdı. Baxdı qoşa nöqtə. Yeni sətirdən tri. 10 dəqiqədən sonra tənəffüs olacaq, vergül. Mehmanı yanıma çağırmanızı xahiş edirəm. Demək, elə qoşa nöqtə, tri, vergül, qoşa nöqtə, tri, vergül. Cavabımız olmalıdır C variantı. 60. Dövlət məmurları, yəni bağlayıcısından əvvəl vergül, dövlət məmurları, yəni nazirlər, idarə rəisləri, onların tabeliyində olanlar xalqa diqqət və qayğını artırmalıdırlar. Yənidən sonra da qoşa nöqtə qoyuruq. Çünki sadalayır nazirlər, idarə rəisləri, həmçinin sözlərdir. Vergül və qoşa nöqtə. Cavabımız olmalıdır A variantı. 61-ci sual. Cümlələrin birində vergül işarəsi düzgün qoyulmamışdı. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın, cümlə cahanın. Aranın, cümlə cahanın sadalayır. Burada vergülün qoyulması düzgündür. O, çox şeyi qəsdən yanlış deyir. O, kim o? Kim sualına cavab verir? Özündən sonra da say gəl. Burada vergülün qoyulmağı düzgündür. Ada düzgündür, B-də düzgündür. Vüsal doğrusu o gündən gedəndir. Doğrusu burada modal sözdür. Modal sözün hər iki tərəfindən vergül qoyulur. O heyf ki tez gedibdir. Heyf ki nədir? Modal sözdə hər iki tərəfindən vergül qoyulur. Sənin ki bu işdən xəbərin var ki burada ədatdır. Ki ədatından sonra vergül qoyulmamalıdır. Cavabımız Y variantıdır. 62. Hansı cümlələrdə vergül işarəsi düzgün qoyulmuşdur? Görünür, başa düşməyib, ay bala. Görünür, modal sözdür, ona görə vergül qoyulubdur. Ay bala da xitabdır, ona görə vergül qoyulubdur. Biri götürürük. O, ancaq öz qüvvəsinə arxalanırdı. O, kim sualına cavab verir, özündən sonra ədat gəlir. Burada vergül qoyulmamalıdır. 2 çıxırıq. Bəs sən kimdən şübhələnirsən? Bəsdən sonra vergül qoyulmamalıdır. 3-ü çıxırıq. Dedim ki, məndən arxayın olsunlar. Ki burada bağlayıcıdır. Baxın, özündən əvvəlki söz də xəbər vəzifəsindədir. Demək, burada vergül qoyulmalıdır. Cavabımız olmalıdır. B variantı 1 və 4. Nəhayət, hamısı oğlu, gəlini və nəvəsi bir yerə yığıldı. Nəhayət, modal sözdür. Ona görə vergül işarəsindən istifadə edirik. Hamısı ümləşdirici sözdür. Qoşa nöqtə, oğlu, gəlini, nəvəsi bir yerə yığıldı. Demək, nəhayət modal söz olduğuna görə vergül qoyduq. Oğlu, gəlini, nəvəsi həmçinin sözlərdir. Ona görə oğlu və gəlinin arasında vergül qoyuruq. Hamısı da ümləşdirici sözdür. Ümləşdirici söz həmçinin üzvlərdən əvvəl gəldiyinə görə qoşa nöqtə qoyuruq. Cavabımız olmalıdır D variantı. 64. Doğrusu mən bu işə qarışmıram, ancaq nəticə ilə maraqlanıram. Doğrusu modal sözdür. Vergül qoyuruq. Mən bu işə qarışmıram. Ancaq bağlayıcısından əvvəl də nə edirik? Vergül qoyuruq. 2 vergüldən istifadə olunur. Cavabımız C variantıdır. 65. Nəhayət, isti avqust günləri qurtardı. Sentyabrın 15-i gəlib çatdı. Burada ilk dərs günü əlavədir. Demək, sentyabrın 15-i. Burada nə edirik? Tre işarəsindən istifadə edirik. Vergül və tredən istifadə olunubdur. Cavabımız
C variantıdır. 66. Arvad, kişi, qoza, cavan bir sözlə hamı onun üstünə düşüb danlayırdı. Hansı duruq şərtlər qoyulmamışdı? Demək, burada bir sözlə ümumiləşdirici sözdür. Həmcins üzvlərdən sonra gəlibdir. Ona görə bir sözlərdən əvvəl tire, sonra da vergül işarəsi qoyuruq. Cavabımız olur B variantı. 67. Hansı cümlədə vergül düzgün qoyulmamışdı? Mən bura atamın tapşırığına görə gəlmişəm. Burada görədən sonra vergül olmamalıydı. Elə cavabımız A variantıdır. Xülasə, çox şeydən danışmaq olar. Xülasə, modal sözdür, ona görə vergül qoyuruq. Mətanət, anan səni gözləyir. Mətanət xitab olduğuna görə vergül qoyuruq. Aldığımız məlumata görə, burada vergül qoyuruq. Çünki aldığımız məlumata görə bu nədir? Ara sözdür. O, doğrunu yalandan seçməyi bacarır. O, kim sualına cavab verir, özündən sonra sifət gəldiyinə görə vergül qoyuruq. 68-ci sual. Hansı cümlədə vergül işarəsinin işlədilməsində səhvə yol verilmişdir? Bəli, tapşırılan işləri sona çatdırmışıq. Bəli, demək, hə, yox, bəli, xeyr ədatından sonra vergül qoyulur. Düzdür. A variantı düzdür. B variantında şübhəsiz modal sözdür. Modal sözdən sonra vergül qoyulur. Düzdür. C variantında təəssüf ki, modal sözdür. Ortada gəlib hər iki tərəfindən vergül qoyulmalıdır. Düzdür. Mən dözürdüm. Çünkidən əvvəl vergül qoyulur, amma sonra vergül qoyulması səhvdir. Cavabımız olmalıdır D variantı. Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. Bülbülə, eşqə, gülə. Həmçin sözlərdir. Burada da vergül qoyulur. Cavabımız olmalıdır D variantı. 69. Vasitəsiz nitqli cümlədə hansı durğu işarələri buraxılmışdır? Firudin, qoşa nöqtə qoyuruq. Yeni sətirdən tire işarəsi qoyuruq. Narahat olma, əzizim, xitabdır. Hər iki tərəfdən vergül qoyuruq. Çalışarıq ki, salamat qaydaq. Sonda da nöqtə qoyulur. Demək, burada hansı durğu işarələri olur? Qoşa nöqtə. Sonra hələ cümlənin ardı da var. Salamat qaydaq deyə otaqdan çıxdı. Deyədən əvvəl vergül tire işarəsindən istifadə olunur. Demək, qoşa nöqtə, 2 tire və 4 vergül. Cavabımız olur D variantı. 70. Vasitəsiz nitqli cümlədə hansı durğu işarələri buraxılmışdır? Nurəddin 3 nəfərə müraciətlə, qoşa nöqtə. Yeni sətirdən tire, buyurun dedi. Dedi ortadadır deyə. Özündən əvvəl vergül tire, özündən sonra vergül tire qoyulur. Demək, qoşa nöqtə, 3 tire 2 vergül. Cavabımız olur Y variantı. 71. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Stolun üstündəkilər sadalayır. Ona görə qoşa nöqtə, limon, üzüm və heyvalar, bütün bunlar içəri daxil olan uşaqları sevindirdi. Heyvalar, bütün bunlar da ümumiləşdirici sözdür. Demək, ondan əvvəl tire işarəsindən istifadə edirik. Qoşa nöqtə, vergül və tiredən istifadə olunur. Cavabımız D variantıdır. 72. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Qədim Yunan əsatirlərinə görə yer Allahı, dəniz Allahı, müharibə Allahı, onların hamısı baş Allaha, Zevsə tabidir. Müharibə Allahı, indi onların hamısı ümumiləşdirir deyə onların hamısından əvvəl tire işarəsi qoyuruq. Demək, yer Allahı, dəniz Allahı, müharibə Allahı həmcins üzvlərdir deyə arada vergül işarəsi qoyduq. Onların hamısı da ümumiləşdirici sözdür deyə onların hamısından əvvəl tire işarəsi qoyuruq. Demək, burada hansı durğu işarələri olur? Qədim Yunan əsatirinə görə. Burada da vergül olmalıdır. Qədim Yunan əsatirinə görə. Çünki qədim Yunan əsatirinə görə ara sözdür. Ara sözdə cümlənin əvvəlində gəldiyinə görə vergül qoyulmalıdır. Onların hamısı baş Allaha. Zevsə sözü nədir? Zevsə əlavədir. Baş Allaha tabidir. Zevsə əlavə olduğuna görə Zevsə sözündən əvvəl də tire işarəsi qoyulur. 3 vergül və 2 tire. Cavabımız olmalıdır. Y variantı.
73-cü suala baxaq. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Samir içəri girdikdə qoşa nöqtə. Yeni sətirdən tiri. Ana dedi. Dedi sözündən əvvəl vergül tiri. Dedi sözündən sonra vergül tiri. Mən bəlkə acmışam vergül. Yeməyə nə var? Sual. Demək görək hansı durğu işarələrindən istifadə elədik. Qoşa nöqtədən istifadə elədik. 3 tiridən, 3 vergüldən və sual işarəsindən. Cavabımız Y variantıdır. 74. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Demək, Arif bu dəfə bacısına müraciət etdi. Qoşa nöqtə. Yeni sətirdən tiri. Amma bənövşə xitabçı deyil, hər iki tərəfindən vergül. Mən bir şeyi yaxşı başa düşə bilmirəm. Burada demək, qoşa nöqtədən istifadə elədik, tiridən və 2 vergüldən. Cavabımız olur Y variantı. 75. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Əhmədlə qabaq-qabağa dayandı. Qoşa nöqtə. Yeni sətirdən tirimizi qoyuruq. Cənab Peterburq studenti deyəsən səninlə də haqq hesabı çürütməyin vaxtı çatıb. Cənab Peterburq studenti xitabdır, vergül qoyuruq. Deyəsən modal söz olduğuna görə deyəsəndən sonra da vergül qoyuruq. Başqa da durğu işarəsi yoxdur. Demək burada qoşa nöqtə, tiri və 2 vergüldən istifadə edirik. Cavabımız C variantıdır. 76. Nümunədə hansı durğu işarələr buraxılmışdı? Əlləri və önlüyü pambıqla dolu olan güllü qoşa nöqtə. İndi yeni sətirdən fikir başlayır. Yeni sətirdən tiri. Xaloğlu vergül. Belə tez-tez gəlməklə deyəsən modal söz olduğuna görə hər iki tərəfindən vergül. Bizdən ötürü bərk darıxırsan dedi. Dedidən də əvvəl vergül tiri qoyulur. Demək, hansı durğu işarələrindən istifadə eləmiş oluruq? Qoşa nöqtə, 2 tiri, 4 dənə də vergül. Cavabımız olur B variantı. 77-ci sual. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Fatma başını qaldırmadan mənalı soruşdu. Qoşa nöqtə. Yeni sətirdən tiri. Bacı qızı xitabdır. Deyəsən də modal sözdür. Ona görə bacı qızdan sonra da vergül, deyəsəndən sonra da vergül. Pambıq yığmağa bərk həvəsim var. Demək, görək hansı durğu işarələri oldu. Qoşa nöqtə, tiri və 2 vergül. Cavabımız olur A variantı. 78. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Əhməd bəy içəri girərək, qoşa nöqtə. Yeni sətirdən tiri. Xeyr ola arvad. Arvad xitabda müraciət eləyir. Vergül. Nə var? Vergül. Yenə fikrin davamı var. Tələsik məni niyə çağırıbsan? Niyə? Sual əvəzliyi var. Ona niyə çağırıbsan? Deyədən əvvəl sual, tiri qoymuş olduq. Demək, görək hansı durğu işarələri qoyduq. Qoşa nöqtə qoyduq. 2 tiri qoyduq. 3 vergül. Sual işarəsi. Sonda soruşdu. Bu soruşduda da nöqtə var. Demək, cavabımız olur C variantı. 79. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Əhməd isə hirsindən dişinə qısdı. Qoşa nöqtə. Yeni sətirdən tiri. Pristavın dediklərini başa düşdünmü? Başa düşdünmü? Molla cənabları. Molla cənabları müraciət edir. Burada vergül qoyuruq və başa düşdünmü? Sual ədatıdır. Cümlənin sonunda da sual işarəsi qoymuş oluruq. Qoşa nöqtə, tiri, vergül və sual işarəsi. Cavabımız olur C variantı. 80. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Şəmsiyə ərklə, qoşa nöqtə. Yeni sətirdən tiri. Yox, ağa. Ağa xitabdır, hər iki tərəfindən vergül. Sən bunu etməlisən, dedi. Dedidən sonra yenə fikir var. Ona görə dedidən əvvəl vergül tiri, dedidən sonra vergül tiri. Mən sənin yolunda özümü də qurban verdim. Sən də mənim bircə xahişimə əməl elə. Demək, qoşa nöqtə, 3 tiri işarəsi, 1, 2, 3, 4, 5 dənə də vergül işarəsi qoyulmalıdır.
Cavabımız olur C variantı. 81. Cümlədə hansı duruq işarələri buraxılmışdır? Bizim ən yaxşı sənətkarlarımız yəndən əvvəl vergül qoyuruq. İndi sadalama var deyə yəndən sonra qoşa nöqtə. Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqaları ədəbi dilimizin inkişafında böyük rol oynamışdılar. Demək, burada qoşa nöqtə və 3 vergüldən istifadə olunur. Cavabımız olmalıdır B variantı. 82. Cümlədə hansı duruq işarələr buraxılmışdır? Bəriyə, yola baxan tək pəncərə də aşağıya, çəpərin quzeyinə baxan pəncərə də bağlı idi. Demək, bəriyə yola əlavədir. Ona görə yola sözündən əvvəl tire qoyuruq. Bəriyə baxan tək pəncərə də vergül, aşağıya çəpərin quzeyinə əlavədir. Ona görə aşağıya sözündən sonra tire qoyduq. Aşağıya baxan pəncərə də bağlı idi. 2 tire və bir vergül işarəsindən istifadə eləmiş oluruq. 2 tire vergül. Cavabımız olur C variantı. 83. Gözəl bağlar, gözəl çəmənlər, gözəl sular, bunlar təbiətin bəxşişi, insanlara hədiyyəsidir. Demək, burada gözəl bağlar, gözəl çəmənlər həmcins üzvlərdir deyə vergül qoyuruq. Gözəl sular, bunlar əlavədir deyə gözəl sulardan sonra tire qoyduq. Təbiətin bəxşişi, yəni təbiətin bəxşişidir. İnsanlara hədiyyəsidir. Yenə əlavə olduğuna görə tire qoyuruq. Yəni 2 tire 2 vergüldən istifadə olunur. Cavabımız olur B variantı. 84-cü sual. Nümunədə hansı duruq işarələri buraxılmışdır? Uşağı bir də öpdü, oxşadı, balaca əllərini yavaşca boynundan qopartdı. Qoşa nöqtə, yeni sətirdən tire. Get oğlum. Oğlum xitabda hər iki tərəfindən vergül qoyuruq. Get dedi. Özündən əvvəl vergül tire, özündən sonra vergül tire. Anan səni gözləyir. Demək, hansı duruq işarələrindən istifadə elədik? Qoşa nöqtə, 3 dənə tire, 6 dənə də vergül. Cavabımız olur C variantı. Öpdü, oxşadı, həmcins sözlərdir. Ona görə vergüllər qoyduq. Boynundan qopartdı. Yeni sətirdən fikir gəlir. Ona görə qopartdı sözündən sonra qoşa nöqtə. Yeni sətirdən tiremizi qoyuruq. Oğlum xitab olduğuna görə hər iki tərəfindən vergül qoyulduq. Dedidən də əvvəl vergül tire, sonra da vergül tire işarəsi qoyduq. 85. Nümunədə hansı duruq işarələri buraxılmışdır? Rıza qəhrəmaniyə yaxınlaşdı. Qoşa nöqtə. Yeni sətirdən tire. Hə, usta xitabdır. Hər iki tərəfindən vergül. Salam dedi. Vergül tire. Necəsən? Kefin, halın necədir? Demək, cavabımız olmalıdır. 1, 2, 3, 4, 5, 6 vergül, sual. Cavabımız B variantıdır. İndi yerlərini deyək. Rıza qəhrəmaniyə yaxınlaşdı. Yeni sətirdən fikir baxışlayır. Ona görə yaxınlaşdıqdan sonra qoşa nöqtə qoyuruq. Hə, usta xitab olduğuna görə hər iki tərəfindən vergül. Salam dedi. Dedidən əvvəl vergül tire, sonra vergül tire qoyduq. Necəsən? Necəsən hələ davam eləyir. Kefin, halın necədir? Elə bil kefin, halın həmcinsdir deyə vergül qoyuruq. Sonda da sual işarəmizi qoyuruq. 86-cı suala baxaq. Nümunədə hansı duruq işarələri buraxılmışdır? Demək, yavər əziminin çiynindən tutdu. Qoşa nöqtə. Yeni sətirdən tire. Dostum dedi. Dedidən əvvəl vergül tire, sonra vergül tire. Mən bəlkə də də modal söz olduğuna görə hər iki tərəfindən vergül işarəsi qoyuruq. Demək, qoşa nöqtə, 3 dənə tire, 4 dənə də vergül. Cavabımız olur C variantı. 87. Nümunədə hansı duruq işarələri buraxılmışdır? Stolun üstündəki köhnə kitablar, vergül. Qalaq jurnallar, vergül. Rəngi saralmış qəzetlər, hər şey.
Baxın, kitablardır, jurnallardır, həmcins üzvlərdir. Ona görə vergül qoyduq. Hər şey ümumiləşdirici sözdür. Hər şeydən əvvəl tire qoyuruq. Hər şey dilə gəlir, vergül. Ötən günləri ona xatırladırdı. Dilə gəlirdi, xatırladırdı. Yenə bunlar da həmcins deyə arada vergül işarəsindən istifadə elədik. Tire və 3 vergüldən istifadə olunur. Cavabımız D variantıdır. 88. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Bu sözlərin mənası hamıya, indi sadalayır kimlərə? Təraniyə Samirə Məhərrəm kişiyə də gün kimi aydın idi. Demək, qoşa nöqtə və 2 vergüldən istifadə elədik. Cavabımız B variantıdır. 89. Kim o? O kim sualına cavab verir. Kim sualına cavab verir. Amma burada vergül qoymuruq. Çünki özündən sonra əvəzlik gəlibdir. O hər şeyi tire, o hər şeyi, uşaqlıq xatirələrini əlavədir deyə tire qoyduq. O hər şeyi, gəncliyini, uşaqlıq, yox, daha doğrusu belə yox. O hər şeyi, qoşa nöqtə, çünki həmcins sözlərdir. Uşaqlıq xatirələrini, gəncliyini, ən əziz adamlarını burada, doğma yurtda qoyub gedirdi. Demək, o hər şeyi, bu hər şeyi ümumiləşdirici sözdür. Həmcins sözlərdən əvvəl gəlib deyə qoşa nöqtə qoyuruq. Xatirələrini, gəncliyini, ən əziz adamlarını bunlar həmcins üzvlərdir. Ona görə aralarında vergül işarəsindən istifadə edirik və doğma yurtda da əlavədir. Əlavədən də əvvəl tire işarəsi qoyuruq. Demək, qoşa nöqtə, tire və 2 vergüldən istifadə edirik. Cavabımız B variantıdır. 90. Nümunədə hansı durğu işarələri buraxılmışdır? O hər şeyi, yenə hər şeyi ümumiləşdirici söz qoşa nöqtə, tüfəngi, termosu, çantanı götürdü və nəvəsini Şahmarı yanına çağırdı. Hər şey ümumiləşdirici sözdür deyə qoşa nöqtə qoyuruq. Tüfəngi, termosu həmcins üzvlərdir deyə vergüllərimizi qoyuruq. Şahmarı sözü də əlavədir. Əlavədən də əvvəl tire qoyuruq. Qoşa nöqtə. Demək, tire və 2 vergül. Cavabımız olmalıdır A variantı. 91. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Züleyxa gülməyini boğub, qoşa nöqtə. Yeni sətirdən tire. Çox sağ ol, əmi. Xitabdır deyə hər iki tərəfindən vergül dedi. Dedi olanda dedi, indi vergül tire, sonra da yenə vergül tire. Razıyıq sizdən. Demək, ardıcıl istəmir bizdən, ümumi istəyir. Qoşa nöqtə, 3 tire və 1, 2, 3 dənə də vergül. Cavabımız olmalıdır Y variantı. 92. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Mehman öz soyuq hərəkətləri üçün sıxılıb, qoşa nöqtə. Yeni sətirdən tire. Xeyr. Bəli, xeyr, bu ədatlarda vergül qoyuruq. Mən anamı bir də sizi görməyə bilməzdim, dedi. Dedidən də əvvəl vergül tire. Qoşa nöqtə, 2 tire, 3 vergül. Cavabımız olmalıdır C variantı. 93. Nümunədə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Əlini tələbəsinin çiyninə qoyaraq, qoşa nöqtə, dırnaq açırıq. Təbiət bizdən heç nəyi əsirgəmir. Oğul xitab olduğuna görə vergül, dedi. Dedidən də əvvəl yenə vergül, tire qoyuruq. Və təbiət bizdən heç nəyi əsirgəmir oğul. Bax, burada da nə edirik? Dırnaqdan cümləmizi bağlayırıq. Cavabımız nə olmalıdır? Düzgün ardıcıllıq istəyir özü bizdən. Birinci qoşa nöqtə. Qoşa nöqtə qoyduq. Sonra dırnaqlar, vergül, tire, qoşa nöqtə, dırnaq,
qoşa nöqtə, dırnaq, dırnaq. Sonra vergül, 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 dırnaq, vergül, tire, nöqtə. Cavabımız olmalıdır B variantı. Dedikdən sonra da sonda da nöqtə qoyuruq. Cavabımız B variantıdır. 94-cü suala baxaq. Nümunədə buraxılmış duruq şərlərini müəyyən edin. Münəvvər xalam adəti üzrə qoşa nöqtə. Yeni sətirdən tiri. Sən mənim gül balamsan, dedi. Dedidən əvvəl vergül tiri, vergül tiri. Ona görə də səni çox istəyirəm. Demək, burada biz qoşa nöqtə, 3 tiri, 2 vergül işarəsindən istifadə eləmiş olduq. Cavabımız D variantı. 95. Fərzalı balam, qoşa nöqtə. Yeni sətirdən tiri. Bala, xitabdır. Qürbət mənim axırıma çıxdı, dedi. Dedidən əvvəl vergül tiri, vergül tiri. Görəsən, modal söz olduğuna görə yenə vergül. Mən vətənimi görə biləcəyəmmi? Sonda da sual işarəsindən istifadə olunur. Demək, qoşa nöqtədən istifadə elədik, 3 tiridən, 4 vergüldən və sonda da sual işarəsindən. Cavabımız C variantıdır. 96. Nümunədə hansı duruq şərlər buraxılmışdır? Qoca bir fəhrə irəli yeridir. Qoşa nöqtə, yeni sətirdən tiri. Ağa, xitabda, ona görə vergül. Hər şey aydındır, dedi. Dedidən əvvəl vergül tiri, dedidən sonra vergül tiri. Bəs bizim hüququmuzu nə vaxt artıracaqsan? Sonda da sual işarəsi qoyuruq. Qoşa nöqtə, 3 tiri, 3 vergül və sual işarəsi. Cavabımız olmalıdır B variantı. 97. Cümlədə hansı duruq şərləri buraxılmışdır? O Sabirin cibinə bolluca pul qoyub qoşa nöqtə. Yeni sətirdən tiri, get, dedi. Dedi, vergül tiri, vergül tiri. Baxdını sına, amma heç inanmıram ki, sən o işə girə biləsən. Demək, qoşa nöqtəmizi qoyduq. 3 tiri, 4 dənə də vergül. Cavabımız olmalıdır A variantı. 98. Cümlədə hansı duruq şərləri buraxılmışdır? Qardaşının əllərini bərk-bərk sıxaraq qoşa nöqtə. Yeni sətirdən tiri. Get qardaş. Qardaş xitab hər iki tərəfdən vergül. Get, dedi. Dedidən əvvəl vergül tiri, dedidən sonra vergül tiri. Yolun açıq olsun. Ancaq bağlayıcısından əvvəl vergül qoyulur. Ancaq biz də yaddan çıxartma. Demək, qoşa nöqtəmizi qoyuruq. 3 tiri, 1, 2, 3, 4, 5 dənə də vergül. Cavabımız olur C variantı. 99. Hansı duruq şərləri buraxılmışdır? Qüdrət onun saçını sığalladı. Qoşa nöqtə. Yeni sətirdən tiri. Tədbir görməliyik, əzizim. Əzizim xitabdır, dedi. Dedidən əvvəl vergül tiri, dedi, vergül tiri. Qoy bu hadisə bizim üçün dərs olsun. Demək, burada neynədik? Qoşa nöqtə, 3 dənə tiri, 3 dənə də vergül işarəsindən istifadə olunur. Cavabımız Y variantıdır. 100. Nümunədə hansı duruq şərləri buraxılmışdır? Qüdrət istər-istəməz razılaşdı qoşa nöqtə. Yeni sətirdən tiri. Ola bilər. İndi dedi var. Dedidən əvvəl vergül tiri, dedidən sonra vergül tiri. Mən sabahdan oranı bir də yoxlayaram. Başqa yoxdur. Qoşa nöqtə, 3 tiri, 2 vergül. Cavabımız olmalıdır Y variantı. 101. Nümunədə hansı duruq şərləri buraxılmışdır? Cəmil dostumun qolundan tutaraq qoşa nöqtə. Yeni sətirdən tiri. Gedək, dedi. Dedidən əvvəl vergül tiri, dedidən sonra vergül tiri. Trest müdiri qaydanacan biz şəhəri gəzib dolanarıq. Başqa da heç nə yoxdur. Qoşa nöqtə, 3 tiri, 2 vergül. Cavabımız olmalıdır B variantı. 102. Nümunədə hansı duruq şərləri buraxılmışdır? O məqaləni oxudu. Baxın, cümlə böyük hərfdən başlayır. Ona görə oxudan sonra qoşa nöqtə. Dırnaq açırıq. Yaxşı yazmısan, oğlum. Yaxşı yazmısan, oğlum. Oğlum xitab olduğuna görə hər iki tərəfindən vergül. Dedi var deyə indi vergül qoyduq. Bir dənə tiri qoyaq. Dedidən sonra yenə vergül tiri. Bunu çap etdirməyə dəyər. Sonda da çap etdirməyə dəyər. Sonda da dırnağı bağlayırıq. Demək, burada qoşa nöqtə, 2 tiri var, 2 vergül var, bir də dırnaqlar var. Cavabımız olmalıdır
B variantı. Daha doğrusu 2 virgül yox, 3 virgül var axı. 3 virgül olduğuna görə C variantıdır cavabımız. 103. Nümunədə buraxılmış duruq şərtlərini müəyyən edin. Bu halda Səməndər içəri girdi. Qoşa nöqtə. Yeni sətirdən tri. Tahir xitablı virgül. Keyfini pozma dedi. Dedidən əvvəl virgül tri. Dedidən sonra virgül tri. Belə şeylər çox olar. Demək qoşa nöqtə 3 virgül 3 tri. 3 tri 3 virgül. Cavabımız olmalıdır Y variantı. 104. Nümunədə buraxılmış duruq şərtlərini müəyyən edin. Atasını inadından döndərməyin nə qədər çətin olduğunu yaxşı bilirdi. Qoşa nöqtə. Yeni sətirdən tri. Ata dedi. Dedidən əvvəl virgül tri, dedidən sonra virgül tri. Getməyinə sözüm yox, amma bağlayıcısından əvvəl virgül qoyuruq, amma qayıq olmayacaq. Demək qoşa nöqtə 3 tri 3 virgül. Cavabımız olmalıdır Y variantı. 105-ci sual. Verilmiş nümunədə buraxılmış duruq şərtlərini müəyyən edin. Köməkçi qapının ağzında göründü. Qoşa nöqtə. Yeni sətirdən tri. Qüdrət Salmanoviç dedi. Dedidən əvvəl virgül tri, dedidən sonra virgül tri. Təyyarəçi mayor sizi istəyir. Qoşa nöqtə 3 tri 2 virgül. Cavabımız olmalıdır D variantı. 106. Tahir yemək otağının kəndarında göründü. Qoşa nöqtə. Yeni sətirdən trimizi qoyaq. Usta dedi. Dedidən əvvəl virgül tri, dedidən sonra virgül tri. İstirahətinizə mane olduğum üçün gərək məni bağışlayasınız. Demək qoşa nöqtə 3 tri 2 virgül. Cavabımız olmalıdır A variantı. 107. Nümunədə hansı duruq şərtləri buraxılmışdı? Cəmil dedi. Qoşa nöqtə. Yeni sətirdən tri. Bura bax, Tahir xitab olduğuna görə hər iki tərəfindən virgül. Sənin fikrin köhnə zamanlara getməsin. Qoşa nöqtə. Yeni sətirdən tri. Bir də 2 dənə də virgül. Cavabımız olmalıdır D variantı. Bir ikisi də qoşa nöqtə. Yeni sətirdən tri. Bu nida olduğuna görə virgül. Qoy çıxırsın dedi. Dedidən əvvəl virgül tri, dedidən sonra virgül tri. Bu da bir işdir. Virgül. Sıqırmaqla da adam ölərmi? Sual. Demək, qoşa nöqtədən istifadə elədik. 3 dənə tri. 1, 2, 3, 4 dənə virgül və sual işarəsi. Cavabımız olmalıdır D variantı. 109. Nümunədə hansı duruq şərtləri buraxılmışdır? Cəmi dostuna kömək etmək üçün qoşa nöqtə. Yeni sətirdən tri. Könüllü gəlib usta. Hər iki tərəfindən virgül. D-dən əvvəl virgül tri, amma D-dən sonra virgül tri qoymuruq. Ucadan səsləndi virgül. Mədəndə işləməyə çoxdan həvəsi varmış. Demək, qoşa nöqtə ucadan səsləndi. Bu səsləndi də virgül tri olur. Çünki fikir davam edir. Ucadan səsləndi. Mədəndə işləməyə çoxdan həvəsi varmış. Qoşa nöqtə 3 tri 3 virgül. Cavabımız olmalıdır A variantı. 110. Bu duyğu şərtlərindən hansılar həmcins üzvlərlə əlaqədar işlədilə bilər? Həmcins üzvlərlə əlaqəli nə işlədilir? Virgüldən istifadə olunur. Sonra tri həmcins üzvlərdə ümumiləşdirici söz, həmcins üzvlərdən sonra gəlirsə tridən istifadə olunar. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəlirsə qoşa nöqtədən istifadə olunur. 1, 2, 3 cavabımız D variantıdır. 111. Tri işarəsindən istifadə edilir. Həmcins üzvlərdən sonra ümumiləşdirici söz gəldikdə bəli, biri götürərik. Sözləri sətirdən sətrə keçirdikdə defisdən istifadə olunur. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə defisdən istifadə olunur. Dialoqlarda tridən istifadə olunur. Vasitəsiz nitqli cümlədən sonra müəllifin sözü gəldikdə tridən istifadə olunur. 1, 4, 5. 112. Buraxılmış duruq şərtlərinin ardıcıllığını müəyyən edin. Azadlıq olmasa səadət olmaz. Azadlıq olmasa virgül qoyuruq. Çünki olmasa şərt şəklində olan feildir. Şərt şəklində olan feildən sonra virgül qoyulur.
İki şey, iki şey. Tənbəllik və avaralıq insanın əxlaqını pozur. Burada qoşa nöqtədir. İki şey ümumiləşdirici sözdür. Tənbəllik, avaralıq həmcins üzvlərdir. Orada dostunun dayandığı yerdə, bu dostunun dayandığı yerdə əlavədir. Ona görə orada sözündən sonra tire qoyuruq. Vergül, vergül, qoşa nöqtə tire, 3, 1 və 2. Bizim bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.